Salam əziz tələbələr, indi isə belə bir sualın izahına baxırıq sizlə. Deməli, bu tipli sualda birinci nəyi müəyyən eləmək lazımdır? İlk öncə bütün fiqurların hansı növ olduğuna baxmaq lazımdır. Həmin fiqurları görürsünüz. Baxın, burada ağ düzbucaqlı var, qara düzbucaqlı var, altı bucaqlı, qara dairə və ağ üçbucaq verilibdir. Gördüyünüz kimi, digər kvadratların içərisində də sual işarələri var. Deməli, burada iş nədən ibarətdir? Birinci növbədə siz fikirləşməlisiniz ki, bütün kvadratların içərisində bütün fiqurlar olmalıdır. İlk öncə biz bayaqlarım sizdən hansı fiqurların olduğunu dedik. Daha sonra indi gəlin baxaq biz. Burada birinci sual işarəsi olan kvadratın içərisinə baxaq. Gördüyünüz kimi bu kvadratın içərisində hansı fiqur yoxdur? Təbii ki, ağ düzbucaqlı yoxdur. Bax, bu hissədə birinci sual işarəsinin ağ düzbucaqlı olduğunu gördük. Daha sonra artıq biz ikinci kvadratı tapmışıq. Bax, bu ikinci kvadratın içərisində 2 sual var idi. Birini tapdıq, ağ düzbucaqlı olduğunu bildik. Gəlin indi baxaq digərinə görə nə çatışmır burada. Təbii ki, bu da nə olur yoldaşlar? Qara düzbucaqlı olur. Bu hissədə də qara düzbucaqlı olduğunu bildik. Yəni ikinci yerdə duran da qara düzbucaqlı olmalı idi. İstəsəniz davamı olaraq baxa bilərsiniz ki, digər kvadratın içərisində artıq nəyin çatışmadığını axtarırıq. Burada da təbii ki, gördüyünüz kimi 6 bucaqlı yoxdur və ona görə də düzgün cavabımız olur Y variantı. Bu formada həll edə bilərik.